Uşaqlar, dərsimiz olur doymamış karbon turşuları. Doymuş karbon turşularını keçən dəfə keçdik, dərsdə keçdik ki, ümumi formulu CnH2 üstə gəldi, COH-dir. Başqa cür bunu belə yazarıq. Radikal hissəyə karboksil qrupası birləşdi. Doymamış karbon turşuları deyəndə onu nəzərə alırıq ki, bu radikal hissədə artıq pi rabitələr var. 2 qat rabitə ola bilər, 3 qat rabitə ola bilər. Birinci doymamış karbon turşularında biz öyrənirik radikal hissədə bir pi rabitəsi olan doymamış karbon turşuları. Bir pi rabitə varsa, buradakı hidrogenlərin sayından biz 2 dənə hidrogen azaldırıq. Ümumi formulu yazanda belə yazacağıq. Cn, H2n, bak biri buradan çıxıram, birini də n-dən götürürəm. Çıx 1, COOH. Baxın, bu olur tərkibində, yəni burada, bu hissədə, radikal hissədə bir pi rabitəsi olan doymamış karbon turşuları. Bunların ilk nümayəndəsi gəlir akril turşusu uşaqlar. Baxın, vinil radikalına karboksil qrupası birləşdirirəm. Akril turşusunu başqa cür biz adına propen turşusu da deyə bilərik. Məsələn, doymuşlarda deyirik propan turşusu beynəlxalq adı. Burada isə 2 qat rabitə olduğuna görə buna propen turşusu deyirik. Fikir verin, akril turşusuna fikir versək, burada bilirdik ki, onsuz da karbon turşularındakı funksional qrupundakı karbonda 2 qat rabitə olduğuna görə hibridləşmə forması sp2 idi. Qalan doymuşlarda bunların bu hissədə, radikal hissədə hamısı sp3-dür. Burada isə 2 qat rabitə görürük yaxın. Bütün karbon atomları akril turşusunda sp2 birləşməyə malikdir. Akril turşusu suda yaxşı həll olan maddədir. İkinci doymamış karbon turşusu met akril turşusudur. Met dedik sadəcə. Fərqə baxın. Ona görə bu hidrogenin yerinə mən metil radikalı çıxardıram. Buna deyirik met akril turşusudur. Bunlar, bu da met akril turşusu da akril turşusu kimi suda yaxşı həll olan maddədir. Amma hibridləşmə mən fikir verin, baxın, bu sp2-dir, bu sp2-dir, bu onsuz da həmişə sp2 olur. Amma buradakı karbon sp3-dür, çünki 2 qat rabitəsi yoxdur. Akril və metakril turşularının təbiətdə rast gəlinmir. Digər bir pi rabitəsi olan yan zəncirlə karbon turşularına misal olaraq olien turşusunu göstərə bilərik. Doymuş karbon turşularından biz stiarin turşusunu keçən videoda qeyd elədik. Çünki istedik stiarin turşusu çox tez-tezlərdə rast gələn turşulardır. Keçəcək yağlarda, sabunda tez-tez rastımıza gələcək. Stiarin turşusundan baxın 35-dir. Bunu necə bilirəm? 17-ni vururam 2-yə 34, üstə 1 gəlirəm. Bax 35. Belədirsə doymuşdur. Amma bir fikir verin, tutaq ki, mən yazıram C17, H, 35 yox, 2 dənə hidrogen buradan azaldım. Bax 33 COH. Deməli, artıq bu doymuş karbon turşusu deyil. Belə formuldan da siz müəyyənləşdirə bilməlisiniz. 2 qatı görməsəz belə. Niyə? Yenə deyirəm. 17-ni vurdunuz 2-yə, 34, üstə 1 gəlsən doymuşdur. Gördünüz ki, o rəqəm alınmır, deməli, bu doymamış karbon turşulardır. Buna deyilir uşaqlar, olien turşusu. Və olien turşusunda yan zəncirdə 17 karbon var. Yaxşı, 2 qat rabitə bunun hansı karbonları arasındadır uşaqlar? 9-cu və 10-cu karbonlar arasındadır. Mən bunu tutaq yazmaq istəsəm, bax COH, 17-ni bütöv yazmıram da, baxın, 7, bu oldu 1, 7, 8, bax, 9-cu ilə 10-cu arasında 2 qat rabitə olur. Sonra gəlir yenə CH2, 7 və bu formada da, yəni açıq yazmıram, belə, metilin qruplarını yığıram, fikir verin, cəmi elədi 18 karbon. Niyə? 17 bu, bir də bu, 18 karbonu var. Yəni, bilməlisiniz ki, olien turşusunun yan zəncirindəki 2 qat rabitə, bir dənə 2 qat rabitə var, 9-cu və 10-cu karbonlar arasında olur. Deməli, bunlarda neçə dənə sp2 hibrid orbital var? 2 dənə burada sp2, bir dənə də funksional qrupda sp2 var. Qalan karbon atomları sp3-dür. Və bir incə nüans var, uşaqlar. Akril və metakril turşusunda həndəsi izomerlik, yəni cis və trans izomerlik yoxdur. 2 qat rabitə zəncirin başında olanda olmur. Amma olien turşusunda həndəsi izomerlik, yəni cis və trans izomerlik müşahidə olunur. 2 qat burada ortadadır. O da testlərdə tez-tez rastınıza gələcək olur. Sonra gəlirik uşaqlar. Tərkibində yan zəncirində 2 pi rabitəsi olan doymamış karbon turşularına. 2 pi rabitə olanda bayaq dedim, 1 pi rabitə olanda 2 hidrogen azalır. İndi 2 pi rabitə olanda biz bu 1 pi rabitə olan karbon turşularının formuası bu deyildi. Bundan da 2 hidrogen azaldırıq ki, bir dənə pi rabitə təzdən yaransın. Onda formulası necə olacaq? CnH2n idi. Baxın, çıx 3. Ondan da 2 dənə hidrogen çıxardıram. COOH. Tərkibində 2 pi, yəni yan zəncirində 2 pi rabitə olan doymamış karbon turşularını misal olaraq linol turşusunu götürə bilərik. Linol turşusu, baxın, olien yazmışdır və 33. Ondan da 2 hidrogen çıxardıram. C17, 33-dən 2 hidrogen çıxardığında nə olur? 31 COOH. Buna deyilir linol turşusu.
Linol turşusunu yenə deyirəm. Yan zəncirində bu pir rabitədən 2 dənə var. Yan zəncirində 4 karbon sp2-dir. Karboksil qrupundakı sp2-dən ümumi karbon 5 dənə karbon sp2 hibrid vəziyyətindədir. Qalanları sp3-dür. Yaxşı, hansı karbonlar arasındadır bu pir rabitə? Bax, 9-10-cu karbonlar arasındadır. Belə yadınızda saxlayın. 11-i keçirin, 11-də yoxdur. Bir də 12 ilə 13-cü karbonlar arasında pir rabitə var linol turşusunda. Sonra uşaqlar, yan zəncirində 3 pir rabitə olan doymamış karbon turşularına misal olaraq linolein turşusunu götürə bilərik. Linolein turşusunda bax, yenə 2 hidrogen azaldıram. Yəni, müqayisədə altından yazıb, bax, C17, 31-dən ikisini çıxanda 29 COOH-dır. Bu da linolein turşusudur. Artıq bunun yan zəncirində 3 dənə pir rabitə var. Hansı karbonlar arasında? Bax, 9, 10, 11-i bıraxdıq, görürsünüz, 12, 13, 14-ü yenə bıraxırıq, 15, 16-cı karbonlar arasında pir rabitə var. Yaxşı, bunun ümumi formulasını necə yazırıq? 3 pir rabitəsi olanı. Yenə bax, bundan çıx 3-dən 2 hidrogen yenə çıxıram. CnH2n çıx 5, COOH. Bu da olur linolein turşusunun ümumi formulası. Baxaq uşaqlar, doymamış karbon turşularının kimyəvi xassələrinə. Məsələn, akrit turşusuna baxaq. İlk doymamış karbon turşusunda görürük. Akrit turşusunda görürük ki, yan zəncirində pir rabitə var. Biz dedik ki, doymuş karbon turşuları birləşmə reaksiyasına daxil olur. Amma burada 2 qat rabitə gördüyümüzə görə doymamış karbon turşuları hidrogenlər, halogenlərlə, su ilə və H-xlorla birləşmə reaksiyasına daxil olacaq. Birinci hidrogenlə reaksiyasını yazırıq. Tutaq ki, bax, hidrogenlə reaksiyasını yazdıqda bu zaman bildiyimiz qayda ilə hidrogen gəlir, bu hissəyə pir rabitə qırılır, biri bura, digər hidrogen isə bura birləşir. Alınır CH3, CH2, COH, yəni propan turşusu əmələ gətirir. İndi xlorla reaksiyasını yazıram. Burada biraz diqqət edin. Baxın, xlorla reaksiyasında da doymamış karbon turşularında yenə bildiyimiz qayda. Pir rabitə sınır, xlorun biri bura, digəri isə digərinə birləşir. CH2 xlor, CH xlor, COH qalır. Bu arada doymuş karbon turşudakilərin xatırlayaq. Doymuş karbon turşularında fərqli idi uşaqlar. Əgər mən tutaq ki, propan turşusu yazsaydım, bunun xlorla reaksiyası birləşmə olmurdu. Əvəz etmə olurdu. Özə deyir ki, alfa vəziyyətdə əvəz etmə gedir. Yəni, CH3, CH xlor, COH, üstə gəl H xlor ayrılırdı. Çünki bu doymuş karbon turşusudur. Doymamışda isə xlorun reaksiyası birləşmə ilə baş verir. Sonra gəlirik suyun və H-xlorun birləşməsi. Burada çox incə nüanslar var, ona fikir vermək lazımdır. Doymamış karbon turşularına hidrogen və xlor və H-brom da ola bilər. Suyun birləşməsi uşaqlar bildiyimiz qayda ilə getmir. Məsəl üçün, bax, akril turşusu misalında yazıram. Akril turşusunu yazdım. Mən buna əgər H-xlor birləşdirsəydim, normalda deməliydik ki, bəli, hidrogen hidrogeni çox olana, xlor hidrogeni az olana, yəni Markovnikov qaydasına görə bu getməlidir. Lakin doymamışlara H-xlor və suyun birləşməsi Markovnikovun tərsinə gedir. Yəni, hidrogen hidrogeni az olana, xlor hidrogeni çox olana birləşir. Bu suda da belədir. Yəni, birləşmə fərqli olur. Bura xlor birləşir, CH2, COH əmələ gəlir. Suyu da birləşdirsək, eyni. Məsəl üçün, tutaq ki, yazaq, suyu birləşdirək. Açıq göstərirəm. Suyu HOH şəklində yazıram. Baxın, yenə hidrogen hidrogeni az olana, OH hidrogeni çox olan karbona doğru birləşir. Baxın, olur OH, CH2, COOH. Bunlar doymamış karbon turşularının birləşmə reaksiyalarıdır. Doymamış karbon turşuları həm də polimerləşə bilər uşaqlar. Çünki yan zəncirində də 2 qat rabitə. Ona görə doymuşlardan fərqli olaraq bunlar həm də polimerləşmə reaksiyalarına daxil ola bilərlər. Bir də burada izah edəcəm 2 əsaslı karbon turşularını. Olacaq dərs turşular. Biz dedik ki, üzvi turşularda turşuların əsaslıdır. Orada olan karboksil qrupunun sayı ilə müəyyən olur. Yəni, karboksil qrupunu əgər 2 dənədirsə, 2 əsaslı karbon turşusu sayılır. 1 dənədirsə, 1 əsaslı karbon turşusu sayılır. İlk 2 əsaslı karbon turşusu, bax, belə bir turşudur. Biz bunu görmüşdük. Buna deyirdik oksalat və ya turşenk turşusu. Başqa cürə yığsaq, əgər bütünləşdirsək, C2, baxın, karbon sayı 2, H2, oksigen burada 4 dənədir. Belə də yaza bilərik, oksalat və turşenk turşusu. Bu turşu, yəni bir əsaslı karbon turşularına müqayisədə oksalat turşusu daha qüvvətli turşudur və bərk halda olur. Bərk halda tapılır. Məsələn, akril, metakril, bu turşular uşaqlar maye hallarda olur. Bu isə bərk haldadır. Başqa bir 2 əsaslı karbon turşuları biz
yenə də keçmişdik. Sikloparafillər mövzusunda adipin turşusu. Bu da iki əsaslı durmuş karbon turşularına misal göstərə bilərik. Oksalat turşusunu biz harda gördük? Dedik ki, asatilenin kalium permanganatın suda məhlulunu rəngsizləşdirmə reaksiyasından oksalat və ya turşenk turşusu alınır. Biz orada onu keçmişdik. Başqa necə ala bilərik bunu? Deməli, qarışqa turşusunun natrium duzunu 2 dənə götürürəm. Buradan su çıxanda, baxın, belə su çıxardıram, bax. Belə bir duz əmələ gəlir oksalat turşusunun natrium duzu. Təzədən biz bu natrium duzunun üzərinə, deməli, məsələn, qüvvətli turşu, sulfat turşusu gəlsək, buradan natrium sulfat ayrılır və oksalat turşusu əmələ gəlir. Adipin turşusunu biz harada gördük? Adipin turşusunu keçdik sikloparafillərdə. Sikloparafillərdə dedik ki, məsəl üçün, adi siklopropanın oksidləşməsindən katalizator yazırsa oksidləşməli. Bu yanma deyil. Bu zaman belə bir iki əsaslı turşu alırdıq. Yadınızdadır. Bəs adipin turşusunu necə alırdıq? Burada necə karbon var adipin turşusunda? 6 dənə karbon var. Deməli, sikloheksanın oksidləşməsindən yenə katalizator iştirakıdır. Bunu da belə də yaza bilərik. 5 dənə oksigenlə oksidləşməsindən bu zaman adipin turşusu əmələ gəlir. Adipin turşusu formulasını belə də yaza bilərik. Bu olur iki əsaslı doğulmuş karbon turşuları. Bir də uşaqlar, oksalat və turşenk turşusunun belə bir xüsusiyyəti var ki, oksalat və turşenk turşusu iki cür parçalana bilir. Əgər biz qatı sulfat turşusu iştirakında bunu parçalasaq, bu zaman dəm qazı, karbon qazı və su əmələ gəlir. Bunlar vacib reaksiyalardır. Əgər mən oksalat turşusunu 200 dərəcə Selsidə qızdırsam, yəni elə parçalasam, 200 dərəcə Selsidə. Bəli, bu zaman qarışqa turşusu və CO2 əmələ gəlir. Bu reaksiyalar da vacib reaksiyalardır, yadda saxlamaq lazım.